Bismillahirrahmanirrahim. Əhl-Sünnənin böyük alimlərindən olan Fəxr Razi özünün Əl-Məhsul fi Elmil Üsul kitabında cild 4 səhifə 343-də çap Müəssisətur Risalə belə nəql edir. Nəql edir ki, Ənə Osman radiyallahu anna əxxərə ən Aişətə radiyallahu anna bə'də ərzaqihə. Deyir ki, bir gün Osman Ayşəyə çatacaq bəzi malları, keçimi ilə bağlı olan bəzi nəfəqələri ki, ona maaş olaraq, necə deyərlər, ona maaş olaraq təyin olunmuş bəzi malları bir növ ona verməkdə, ona göndərməkdə gecikdi. Yəni, maaşını gecikdirdi bir növ. Onun nəfəqəsini gecikdirdi. Fəxadibət. Ayşə bundan qəzəbləndi. Sümmə qalət. Sonra dedi. Dedi ki, Ya Osman, əkəltə əmanətəkə. Ey Osman, sən əmanəti yedin. Yəni, sənə tapşırılan əmanəti yedin. Ona xəyanət etdin. Və dayyətər rəiyyətə. Və cəmaatı məhvə sürüklədin, cəmaatı məhv etdin. Öz rəiyyəti həlak etdin. Və sallətdə aleyhimil əşrarə min əhli beytikə. Və öz qohum-əqrabandan olan, öz ailəndən olan, əhli beytindən olan şər insanları onlara müsəllət elədin. Onlara hakim elədin. Vallah, ləvləs sələvatul xəmsu. And ola Allaha, əgər 5 namaz olmasaydı, ləməşə iləykə əqvamun zəvu bəsairə. Sənin üstünə bəsirət sahibi olan dəstələr gələrdilər və yəzbəhunəkə kəmə yüzbəhul cəməlu. Və səni erkək dəvə kəsilən kimi, erkək dəvəni kəsdikləri kimi, erkək dəvə kəsilən kimi səni kəsərdilər, zip eləyərdilər. Fəqalə Osman radiyallahu anna. Və deyir ki, Osman dedi. Osman bir növ burada Ayşəyə Quran-ı Kərimdən Allah Taala'nın bu sözünü misal gətirdi. Ki, Allah Taala kafir olanlara Nuhun zövcəsini və Lutun zövcəsini misal vurur. Ki, Quran-ı Kərimdə Allah Taala kafir olanlara Nuhun zövcəsi ilə Lutun zövcəsini ələ nəbiyyina və aleyhimə aleyhiməssalam. Bəli. Ələ nəbiyyina və alihi və aleyhiməssalam. Bəli, onların zövcələrini misal vurur Allah Taala. Quran-ı Kərimdə Nuhla Lutun zövcələrini kafir olanlara misal vurur ki, onlar, Allah Taala buyurur ki, mənim 2 salih bəndəmin, yəni Nuh və Lutun kəbini altında edilər ki, neynədilər? Onlara xəyanət elədilər. Və Osman da Ayşə üçün bu misalı vurur və deyir ki, Osman Ayşəyə xitabən deyir ki, Daraballahu məsələn, Quran-ı Kərimdən bu ayəni misal vurur. Daraballahu məsələn lilləzīnə kəfəru imra'ətə Nuhin və imra'ətə Lutin. Allah Taala kafir olanlara Nuhun və Lutun ələ nəbiyyinə və alihi və aleyhiməssalam zövcələrini misal vurur. Ki, ayə Təhrim surəsindədir. Təhrim surəsinin deməli 10-cu ayəsidir. Fəkanət Ayşə radiyallahu anna tuharridu aleyhi cəhdəha və taqətəha. Fəxr Razi yazır ki, nəql edir ki, və Ayşə bütün bunlardan sonra neynirdi? Osmanla arası dəymişdi və tuharridu aleyhi cəhdəha və taqətəha və var gücü ilə onun əleyhinə təşviq edirdi insanları, onun əleyhinə qalxmağa təşviq edirdi və təqulu və deyirdi.
Eyyuhen nas, haza qamisu Rasulillah sallallahu aleyhi və səlləm və aleyhini biz deyirik. Burada təbii ki, əhl-i sünnə Peyğəmbərə salavat göndərəndə ailəsinə salavat göndərmirlər. Deyir ki, Ayşə deyirdi ki, ey insanlar, bu Allah Rasulunun köynəyidir sallallahu aleyhi və səlləm. Ləm yəblə ki, köhnəlməyib, xarab olmayıb və qəd buliyyət sünnətuhu. Amma artıq onun sünnəsi xarab olmuşdur. Yəni, Osman onun sünnəsini xarab etmişdir. Uqtulu nə'sələn. Ki, bu nə'səli öldürün. Qatalallahu nə'sələn. Allah bu nə'səli öldürsün. Nə'səl bir növ Misir yahudilərindən olan və uzun bir saqqala sahib olan axmaq bir yahudinin adı idi. Ki, Misir yahudilərindən idi. Uzun saqqala malik idi və axmaqlıqla ad çıxarmışdı ki, onun adı idi. Burada bir növ Ayşə Osmanı həmin o yahudiyə bənzədir. Və təhqir ünvanında Osmanı ona bənzədir. Sümmə innə Ayşətə zəhəbət ilə Məkkətə. Deyir, ondan sonra Ayşə Məkkəyə getdi. Fələmmə qadət həccəhə. Həccini yerinə yetirəndən sonra və qarubət minəl Mədinəti və Mədinəyə yaxınlaşanda uxbirət bi qətli Osman. Ona Osmanın öldürüldüyü xəbərini verdilər. Bundan sonra fəqalət. Ayşə dedi ki, sümmə məza. Ondan sonra nə oldu? Fəqalu. Ona dedilər ki, bayəən nas Ali ibn Əbi Talib. Aleyhisselam. İnsanlar Ali ibn Əbi Talibə beyyət etdilər. Fəqalət Ayşətu. Ayşə nə dedi? Ayşə dedi ki, qutilə Osman vallah məzlumən. Bundan sonra Ayşə ki, o Ayşə ki, Osmana qarşı idi, Osmanın əleyhinə danışırdı, insanlar Osmanın əleyhinə təşviq eləyirdi, onu təhqir eləyirdi. Elə ki, eşitdi ki, Əli ibn Əbi Talib əleyhissalam, bizim Mövlamız, Həzrət Əmir Əl-Müminin əleyhissalam, əleyhissalam xilafətə yetişib. Ondan sonra dedi ki, qutilə Osman vallah məzlumən. Osman and ol Allaha məzlum olaraq öldürüldü. Və ana talibə bidəmihi. Və mən onun qanını tələb eləyirəm. Vallah ləyəvmun min Osman xayrun min Aliyyinid dəhrə kulləh. Deyir, and ola Allaha Osmanın günlərindən bir gün Əlinin yəni Osmanın zamanında bir gün yaşamaq, Əlinin zamanında uzun bir zaman yaşamaqdan daha yaxşıdır. Ki, bu Ayşənin Osmanla ki, Osmana münasibəti idi, Osman haqqındakı fikirləri idi və Osmanın Ayşə haqqındakı fikirləri idi. Və ondan sonra Ayşənin Həzrət Əmir haqqında olan fikri idi ki, Əmirə qarşı düşmənçiliyi açıq-aşkar buradan zahir olur. Allahümme salli ala Muhammedin və ali Muhammed və accil fərəcəhum və lən aduvvəhum əcməin.